Bismillahirrahmanirrahim. Esselamu Aleyküm ve Rahmetullah. Allah Subhanahu Teala Taha suresinin 132. ayetinde buyuruyor ki: "Vahmur ehleke bis salati vastabir aleyha la nesluka rizqa nahnu nerzuka vel aqibetu littegva." Ailənə namaz qılmağı əmr et, özün də onu səbirlə yerinə yetir. Fikir ver, sonra Allah Subhanahu Teala buyurur ki: "Biz səndən ruzi istəmirik, əksinə sizə ruzi verən bizik." Bu ayı onu göstərdi ki, Razzaq olan, ruzi sahibi olan Allahın sənə vəd, söz verdiyi kimi səni ruziləndirməsidir. İnna Allah la yuxliful mi'ad. Allah heç vaxt öz vədindən xilaf çıxmaz. Əksinə ayədə gəldiyi kimi sənin üzərinə düşən isə Allahın sənə əmr etdiyi kimi namaz qılmağındır. Ailənə namaz qılmağı əmr et, özün də onu səbirlə yerinə yetir. Bu ayəyə dəlil olaraq peyğəmbərlər belə ailələrinin namaz qılması üçün Allaha dua edib, öz ailələrinə namaz qılmağı təşviq etmişdilər. Necə ki, İbrahim əleyhissalam, İbrahim surəsinin 40-cı ayəsində Allah subhanahu ta'ala buyurur ki: "Rabbi ic'alni muqimis salati və min zurriyyati rabbana taqabbal duai." Ey Rəbbim, məni və aləmi, yəni nəslimdən olanları namaz qılanlardan et. Ey Rəbbimiz, dualarımızı qəbul et. Oğlu İsmail əleyhissalam: "Vazkur fil kitab İsmail innehu kana sadiqal va'd və kana rasulan nabiyyan." وَكَانَ يَأْمُرُ أَهْلُهُ بِالصَّلَاةِ وَالزَّكَاةِ وَكَانَ عِندَ رَبِّهِ مَرْضِيًّا. Kitabda İsmail'i də xatırla. Həqiqətən də o öz vədinə sadiq idi, bir elçi və bir peyğəmbər idi. O öz ailəsinə, xalqına namaz qılıb zəkat verməyi əmr edərdi. Rəbbi tərəfindən tərifə layiq bir qul idi. Həmçinin Loğmanın oğluna etdiyi tövsiyəyə "Buneyyə əqimis salətə və amur bil ma'ruf və nəhə anil munkar vasbir alə mə əsabəkə innə min zəlik min azmul umur." Ey oğlum, namaz qıl. Yaxşı işlər görməyi əmr et, pislərdən çəkindir, başına gələn müsibətlər səbr et. Bunlar vacib əməllərdəndir. O cümlədən də görərək ki, Allah Subhanahu Taala Quran-ı Kərimdə namaz qılmayanları cəhənnəmdə vay olan, səqər olan bir dərəyə düşəcəklərini bizə bildirərək buyurur ki: "Fəveylul lilləzinəl musallin an salatihim sahun." Vay o kəslərin halına ki, namazlarından qafildirlər. Allah Azze ve Celle Qiyamət surəsində də buyurur ki: "Fələ saddəqə və lə sallə və ləkin kəzzəbə və təvəllə thumma zəhəbə ilə əhlihi və təvəllə əvlə ləkə fəəvlə thumma əvlə ləkə fəəvlə." Beləliklə o nə təsdiq etdi, nə də namaz qıldı. Özünü darta-darta ailəsinin yanına getdi. Vay olsun sənə vay, yenə də vay olsun sənə vay. O gün cənnət əhli cəhənnəmdə olanlara deyəcək ki: "Məsələkakum fi səqar." Sizi səqərə salan nə idi? "Qalu ləm nəkum musallin." Onlar deyəcək ki, biz namaz qılanlardan deyildik. Ona görə də namaz qılmaqla özünüzü və ailənizi cəhənnəm odundan qoruyun. "Ya eyyuhellezine amenu qu enfusakum və əhlikum nara və quduhan-nas vel-hicara." وَقُودُهَا وَالْرِجَالُ عَلَيْهَا مَلَائِكَةٌ غِلَاظٌ شِدَادٌ لَا يَعْصُونَ اللَّهَ مَا أَمَرَهُمْ وَيَفْعَلُونَ مَا يُؤْمَرُونَ. Ey iman gətirənlər, özünüzü və ailənizi cəhənnəm odundan qoruyun. O cəhənnəmin yanacağı insanlar və daşlar olacaqdır. Orada sərt təbiətli mələklər, daş ürəkli mələklər də vardır. Onlar Allahın əmrinə qarşı çıxmazlar, əmr edilənləri yerinə yetirərlər. Kimə, nəyə güvənərək Allahın bu əmrinə qarşı çıxırsan? "Qul libadiyellezine amanu yuqimus salata və yunfiqu mimma razaqnakum sirran və laniyatan min qabli ayati yawmil la bayn və lahlalun." İman gətirən qullarıma de ki, heç bir alış-verişin, dostluğun olmayacağı bir gün gəlməzdən əvvəl namaz qılsınlar. Onlara verdiyimiz ruzidən gizli başqa xərcləsinlər. Bu qədəri ayə eşitdikdən sonra "Ya əyyuhəl insan, mə qarraka bi rabbikəl kərim." Kərim, səğvətli olan Rəbbinə qarşı səni aldadan nədir?